katek şelalesi, heyran eder herkesi. O katek şelalesi, heyran eder herkesi. Burada dağlar, meşeler, güzellik ilahesi. Burada dağlar, meşeler, güzellik ilahesi. Qafqaz dağlarının qoynunda sıx meşələrin, coşqun çayların əhatələdiyi bir kənd var. Onlar üçün sənin hansı millətə, hansı dinə mənsub olmağının heç bir fərqi yoxdur. Burada hər zaman insanlıq danışır, qonaqpərvərlik, mehribanlıq danışır. Ocaqda bir dam altında iki mədəniyyət, bir süfrədə iki dil, bir həyatda iki ruh birləşib. Evin xanımı Ukraynadandır, bəyi isə Azərbaycan adlı zəngin coğrafiyanın mərd avaroğludur. Onlar 41 ildir sevgini, səbri, zəhməti eyni tabaqda yoğururlar. Bir yerdə arı saxlayıb bal süzürlər, bir yerdə heyvanlarını örüşə yola salıb axşam qarşılayırlar. Belə tolerant ailələrdən başlayır Katexin hekayəsi. Mən Zaqatala Politexnik Texnikumu qurtarmışam. Oradan təyinatla getmişəm Ukraynaya işləməyə. Neçənci ildə? O 81-də getmişəm ora, 84-də tanış olmuşuq, evlənmişik 84-cü ildə. Necə qarşılandı? Bax, ailənizə necə dediniz ki, mən uzaq Ukraynadan bax bir qız sevirəm. Bizim toyumuz da sentyabrın 1 idi. Mənim rəhmətli atam və anam müəllim işləyirlər. Onlar deyir, biz gələ bilmirək dedi toya. 1 sentyabr məktəb başlanır. Biz də indi toy edib sonra toy edib bir aydan mı gəldik biz bura? O gələn qalmışıq burada. Toyu Ukraynada elədiniz. 28 sentyabr bura gəliriz. 28 sentyabrda bura gəlmişik. İndi oradan sonra buradayıq da. Bəs Valya xanımı necə razı saldınız burada qalmağa? Nə bilim, razılaşdı da gətirdim. Dedim, getməliyik, gəldi də. İndi baxmayın, başqa ölkədə doğulmuşsunuz, başqa mühit. Yəni, necə gəldiniz, öyrəşdiniz bura? Sevgi hər şeyə qadirdir. Azərbaycan dilini təmiz anlayırsınız, amma danışmaqda çətinlik çəkirsiniz. Avar dilinə polda. Avar dili bilirəm, rus dili. Evdə daha çox avar dilində danışılıb deyə, ona görə... Uşaqlar birinci avar dili öyrəniblər, sonra rus dili. 1999-cu ilə ki, mən avtobazada işləmişəm, avtobus şoförü. Sürücü olmuşsunuz. Ondan sonra Rusiya zat, ora-bura. 2010-da gəlmişəm, ondan sonra da burada. 2010-cu ildən gəldiniz, yenidən yığışdınız tam kəndə. Arvad burada idi. Arvad heç yerə getməyib. Amma siz gəzmişsiniz. Mən gəzmişəm. Necədir kənd həyatı? Yaxşıdır. Mən indi, mənim qardaşımın evi var Balakəndə. Mən ora evə gedib 2 saat otura bilmirəm, darıxıram. Belə yaxşıdır, mən gəzirsən. Belə kəndi qoyub getmək olar. Valya xanım, siz Ukraynada şəhər yerində böyümüşdünüz, yoxsa kənd yerində? Rayon. Rayonda. Orada da rayonda böyümüşdünüz. Bura qonşular, yoldaşım, anası, atası, hamısı yaxşı şey. Sizə yaxşı münasibət göstərdilər. Yəni doğma münasibət göstərdilər və bu münasibət də sizin burada qalmağınıza səbəb oldu. Oldu. Gözəl. Sevgi və gözəl münasibət. Yeni hekayəmin rəngarəng keçəcəyinə Xətəti evləri tanıdığım andan əmin oldum. Tolerantlığın, multikulturalizmin adı bu torpaqda sadəcə termin deyil, yaşam tərzidir.
torpaqlar min illərin izini, ruhunu daşıyır özündə. Susqun dayanan qoca qalalar, qüllələr zamanın sərt küləklərinə sinə gələn şahidlərdir. Hər biri ötən əsrlərin pıçıltısını özlərində gizlədir. Keçmişi nəql edirlər. Bir vaxtlar burada keşik çəkən igidlərin nəfəsi, at nalının səsi onların daş yaddaşıdır. Əsrlər keçsə də bu tarixi qüllə hələ də ayaqdadır. Sanki yenə bir xəbər gözləyir, sanki yenə igidlərin səsinə hay verməyə hazırlaşır. Katexdə təbiət yaşıl rəngin ən gözəl çalarları ilə yenilənib. İnsanlar da sanki yenidən doğulublar təbiətin qoynunda. Bu geniş çöllər gələcəyə dair ən gözəl xəyalların cücərdiyi ümidə çevrilib yazın gəlişi ilə. Ay, salam aleyküm. Yorulmayasınız. Allah min bərəkət versin. Amin, amin. İndi burada nə əkəcəksiniz? Qarğıdalı əkəcəm. Qarğıdalı əkilir. Texnika özünüzündür. Texnika özümündür və şəxsidir. Texnika əslində özünüzün olanda biraz sizi hardasa irəli salmış olur. İndi hansı mərhələdədir? İndi səpindədir. Səpin vaxtıdır artıq. Siz torpağa baxırsınız, torpaq da onun əvəzində sizi məhsuldarlığı ilə sevindirir. İndiki cavanlar var, bunu işləmək istəmirlər. Bunu sulama, hektara 50 manat pul veririk, bunu sulama. Gələn yoxdur. Məcbur özümüz suluyuruq. İşləmək istəmirlər, amma ki işləsələr, torpaqla əksələr, biçsələr, taxıl, buğda, arpa dolanmaq olar. Yəni, suvarma üçün deyirsiniz ki, 50 manat veririk, amma gəlib işləməsən tənbəllikdən. Tənbəllikdən. Su da var. Həmişə torpaqla dolanmışıq, heyvandarlıqla, texnika ilə, torpaqla. İndən sonra mənim nə qədər işim olsa da, indən sonra mən buna öyrənmişəm. Nə bilim, heyvan da saxlayıram, qoyun da... Zəhmət adamısınız bir sözlə. Bizim bu Zakatala, Balakanda torpaq boş qalmır. Burada mən işləyirəm, görürəm. Bizim zonada torpaq boş qalmaz. Olduğumuz hər yerdə elə insanları əkinində, biçinində, təsərrüfatında görürük və nə yaxşı ki, əksəriyyət yaşadır bax bu əkinçilik ənənəsində, heyvandarlıq ənənəsində. Bəli, bizə dövlət gübrə də verir. Şükür Allaha, toxum rayonda 50 dənə toxum satan yer var. Gedirik pul olanda pulla götürürük, olmayanda nissə götürürük, içində veririk. İndi nə eləyəcəyik burada? İndi bunu işə salın mühəriyi. Ondan sonra bir dənə hava yığsın, ondan sonra səpinə başlayaq. Mən də onda sizə kömək edeyim. Deyəmən. Bunları dolduracaqsınız? Qardal burada. Hə. Bu niyə qırmızı rəngdədir? Bu turistik toxumdur da Türkiyədə. Türkiyə toxumu da. Türkiyə toxumudur. İndi hazırdır. Hazırdır. Gelə bilərik. Evet.
Cəbrailin qayğı dolu baxışları diqqətimi çəkdi. Bu sahə onun alın təri ilə yoğrulan salnaməsidir. Hər səpin, hər toxum bir niyyət, bir dua kimidir. Bugün qarğıdalı səpir, sabah cücərən toxumla ailəsinin ruzisini təmin edəcək. Əkinçilik əsas məşğuliyyətidir Katex sakinlərinin. Bir də arıçılıq burada geniş yayılıb. Abakar baba arıçılığı bacısından öyrənib. O gündən bəri hər bal damlasında bir xatirə gizlənib onun üçün. Deyir ki, arılar sadəcə canlılar deyil, zəhmətin qanadlı simvoludur. Arıçılıq onun üçün təbiətlə birgə döyünən ürəyin ritmidir. Nəslimiz avardır. Bizim üçün fərqi yox, nə avar, nə çaxır, nə talış. Bütün bacım Azərbaycanlıdadır. Bir qızım Göyçayda, Bakıda yaşayır, Göyçaya köçüb Bakıda. Azərbaycanın üstünlüyü də bax buradadır. Ona görə dünyaya multikulturalizm nümunəsiyik. Bəli, iş adamın gövhəridir. İşləmək lazımdır ki, sağlamlıq da olsun, Allah'a şükür. Həm də hər şeydən insan işləyir, ruzisini bərəkət qazanır. də olur, işləyəndə. Arında haramçılıq heç qətiyyən xoşlamır. Haramçılıq qatsa adı arı ölə də bilər, içki də ola bilər. Kim deyirsə pesok verilmir, yalandır. Yazda, payızda arıya verilir. Mən də Bəzən təbiətin elə vaxtı olur ki, məsələn, çiçəklənmə getmir və yaxud da ki, tez çiçək tökür ağaclar. Həmin vaxtı gərək mütləq arıya bir qüvvətli qışda, nəsə verəsən yazda ki, olmur axı. Onda mütləq o verilir. Dərmanlar var olar. Dərmanlara qatmaq üçün şirə verilir. Yazda, payızda müəyyən vaxt, bir neçə dəfə. Amma alma çiçəyi açdı, ondan sonra bağlanır, heç nə verilmir. İndi qışdan çıxdınız. Qışdan çıxdı. Birazdan o olacaq akasiya. Aparacağım bunu qabaq çölə. Orada akasiya çoxdur. Ondan sonra aparırıq Acınora. Oradan da Aydın bulağa. Oradan sonra Cökə açada Vatapad bizim çaylarımız. Bu yeşiklər belə gəzirlər. Bəli. Necə ki, heyvandarlar qışda gedirlər qışlağa, yay gəlirlər yaylağa. Arıçılıq da bu təsərrüfatları elədir. Bəli, nə qədər çox gəzirsən bal həm təmiz olur, həm də ləzzətli olur. İndi aça bilərik, dayı. Bilərik, Açaq baxaq. Görək qışdan necə çıxıblar arılar. Dediniz ki, 15 yeşiyin var idi əvvəl. İndi neçə arı ailəsi varınızdır? 35. 35 arı ailəsi varınızdır artıq. Bunlar bizim Qafqaz arılarımızdır. Qafqaz neydi? Sülh sevərdilər, adama dəyib dolaşmırlar. Ay maşallah, Allah bərəkətli eləsin. Özü də bu dişləmək, özü də burada dişləyir. Heç nə olan deyil. Bu müalicəvidir. Mən bunları təriflədim, dedim ki, bunlar dincdilər, sülh sevərdilər, amma gəlib qondular mənim başıma. İmkan vermirlər mənə. Pətəkləri açanda fikir verdim. Abakar baba arılarla dostluq edir. Onlar da ona güvənirlər. Elə bil həyatın sükutunu qoruyan, bağın rəngini saxlayan gizli anlaşma var aralarında. Bu həyat təkcə çiçəklərlə deyil, illərin səbri ilə doludur. Bu bağ da onun kimi yaşayır. Səliqəli, təmiz və sakit. Sakitliyi isə yalnız avar rəqsinin sədası poza bilər. Hadi umru yadxul aşiqa mixar Muyik anadi çarrak acı xole Tabiat tetsinay dirma arulay Do mexatiyati çeşay zedidamu Do mexatiyati çeşay zedidamu Tabiat tetsinay dirma arulay Do mexatiyati çeşay zedidamu Do mexatiyati çeşay zedidamu Günəşin ilk şəfəqləri ilə oyanıb, torpağın qoxusunu hiss etmək, zəhmətin bərəkətini dəyərləndirmək və təbiətin qoynunda ruhunu duymaq. Siz ancaq kənddə bu hissi yaşaya bilərsiniz. Təbii həyat, təbii nemətlər.
Katexdə zəhmətin yaşı yoxdur. 91 yaşlı Əmrullah babanı tanıyanda bunu anladım. Əlindəki bıçaq illərin dostudur. Hər hərəkəti bir nağıl danışır. O budaqları birləşdirərkən sanki insan taleylərini calaqlayır. Köhnədən yeniyə, zəifdən güclüyə, bir fidanın içində iki ağacı yaşadır bu şəkildə. Neçə cür calaq olur? Calaqlar cübür-cürdür. Mesela deyim bak, birinci kalem calağı, ikinci göz calağı. Göz calağı ağaç xarab olmur. Kalem calağında, yani kəssən bitmədi də, o ağacı xarab olur. Eğer bacarılırsa bitti iftardır, bitmezse ağaç xarab olur. Ona görə bacarıqlı olasan. Göz calağında ise ağaç xatı yoxdur. Bitibsə bitməz, ağaç qalxır. İndi bunu kəsməliyik. Əndi bu çay... Mən sizə kömək eləyəcəm. Yani bak, bura bir indi. Buyurun. Bu nə ağacıdır baba? Bunun adı xurma ağacıdır. Xurma ağacını. Karalı yox. Buna nə calayacaqsınız indi? Ha, buna canım, bundan karalı yoxdur. Buna canım şiş burun xurma. Göyçay xurması, göyçay. Artıq yekunlaşır. Ya. Ay, bunu nə edək baba? Tula da, o tulası geçsin. Hə, Bu göz calağıdır. göz calağı. Bak, bu qabuğu ayırır baba. İkisinin arasından, Kömək eləyim sizə. Bax, Hə, dəqiq. bax ikisinin arasına qoydunuz onu. bu yerdən. Hə, aşağıdan başlayırsınız artıq. Çünki ora hava Onu girməz. möhkəmləndirməyə ki, hava girməsin. Hava girməz. Bu bir nəfəs almıyor olmuşam. Yoruldunuz. Yorulmuşam da. Bəlkə mən sizə kömək eləyim. Yox, tam da. Hava ilə bütün təmasını bunun ayırırsınız. Bəs o orada cücərdikcə bu ona mane olmur. Yox, orasını deyəcəm. O bu bitəndən sonra bunu açırsınız artıq. Yox, bak. İndi bu, orada o çıxır, bak, göyərməyə. Göyərdə o özü şişir. Özü açır Özü artıq. şişir. Gör ki, burada zoğ sürülürsə, yoxacaqdır. Buradan bıçaqla üzüm ki, enənsin yoxsa qoymaz onu tərəfməyə. Buradan kəsən belə eləyirəm, o ağacı aşırır. Başlı ağac genəlməyə, ondan ona xatı yoxdur. Allah sizə can sağlığı Çox versin sağ olun, baba. çox sağ olun. Allah sizi var eləsin. Sağ olun, sağ olun. Barmaqlarının hər qırışı bir ağac kökü kimidir Əmrullah babanın. Torpağa bağlı, keçmişə söykənən, gələcəyə uzanan, o təbiətin dilini anlayan sonuncu nəğməkar kimidir. Ağaclarla pıçıltı ilə danışan, onların dərdini bilən bir hikmət sahibidir. Zəhmətlə yanaşı həm də çox yaradıcıdır Katex insanı. Nərgiz xanımın hekayəsini dinlədikcə buna bir daha əmin oldum. Ay salam, ay Nərgiz xanım. Necəsiz? Ay Güney kızım. Gəldim, çıxdım nəhayət. Hoş gelmişsin ay kızım. Gel görüm. Ay hoş gelmişsin. Yaşı 70'i adlasa da həyat eşqi ilk bahar kimidir. İxtisasca rejissordur. 25 il Bakıda çalışdıqdan sonra torpaq onu yenidən çəkib kəndə gətirib. Təqaüdə çıxana qədər burada davam edib yaradıcılığa. Həyətində yaratdığı cənnəti görəsiz. Təsərrüfat işləri ilə, həyət baca ilə, güllə, çiçəklə, heyvanat aləmi ilə məşğulam. Mədəniyyət sahəsində keçmisiniz mədəniyyətə aid olan başqa bir sahəyə. Həyətdə bu cür gözəl güllər, çiçəklər. Bəli. Bir insan sənətlə məşğul olub, sonra təqaüdə çıxırsa, darıxır, çox darıxırsan. Səhnəni gözləyirsən, ondan sonra oxumağı, nə bilim, tamaşalar, teatrlar. Heyvanlara da çox böyük sevginiz var. Bəli. Bax, bu bitkilərlə, təsərrüfat işləri ilə əlavə çoxlu pişikləriniz, pişiklərim var, dovşanlarım var. Ondan sonra itlərim var. Bir malqaram yoxdur. Çünki mən ömrümdə malqara ilə məşğul olmamışam. Gözəl səsiniz var. Deyirəm, bəlkə bir zümzümə eləyək. Sevirəm çəməndə gülü çiçəyi, gələndə ilk bahar xatırla məni. Ay Günel xanım. Sevirəm çəməndə gülü çiçəyi, gələndə ilk bahar xatırla məni. Öpsün yanağını dağlar küləyi, öpsün yanağını dağlar küləyi,
Sen de ey güzel kız hatırla beni. Sen de ey güzel kız hatırla beni. Bari ya da sal beni, ya da sal beni. Ay bu güzel hatirelerle hatırla beni. Aman aman ay can. Həmişə xatırlayacağam sizi. Hatırlayın. Nə Nərgiz xanımı, nə Katexi, nə də onun zəhmətkeş, qonaqpərvər, tolerant insanlarını heç vaxt unutmayacağam. Və belə gözəl notlarla da Katex hekayəmiz sona çatır.